Salam əziz şagirdlər və valideynlər. Keçən dəfə kanalımda isimlərin cəminin birinci hissəsini paylaşmışam. Bugün isə sizinlə ikinci hissəsini paylaşmaq istəyirəm. Dərsin izahına keçməmişdən əvvəl onu qeyd etmək istəyirəm ki, ibtidai siniflər üçün ingilis dili hazırlıqlarımız mövcuddur. Əlavə məlumat almaq istəyən 070 311 7118 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlaya bilər. Gəlin indi isə keçək dərsimizin izahına. İngilis dilində dedik ki, isimlər S və S şəkilçisinin köməyi ilə düzəlir, amma elə isimlər də var ki, onlar cəmlənərkən S və S şəkilçisi qəbul etmirlər. Belə isimlər 7 dənədir və bunlar qaydasız isimlər adlanır. Cəmlənməsi kökdən, saitin dəyişməsi ilə baş verir. Məsələn, bunlara hansı sözləri misal göstərmək olar? Emin kişi, mən kişilər. Sonra deyilişini yazmışam bir dəqiqə. Men yazılır artıq. Mən oxunur. Mən kişilər deməkdir. Sonra a woman. Qadın. Women, qadınlar. Bir hissəsini, cəmini qırmızı ilə, təkini qara ilə yazacağam ki, sizin üçün daha aydın olsun. Sonra buna aiddir ayaq, ayaqlar, foot, ayaq, feet, ayaqlar. Sonra aiddir diş, dişlər, tuz, diş. Tiz, dişlər. Tuz, diş, tiz, dişlər. Qaz, qazlar sözdə aiddir. Quz, qaz, giz, qazlar deməkdir. Bit, bitlər sözü. Eluz, bir dəqiqə qaraya keçim. Eluz, bit. Lice, bitlər. Mouse, mis, siçan, siçanlar. Mouse, siçan. Mis, siçanlar deməkdir. Mis, siçanlar deməkdir. Bu 7 dənə isimimiz bunlardır. Bunlar kökündəki sait dəyişir. Kökdən dəyişirlər, yəni. Bundan əlavə də bir dənə balaca eləyim. Bəlkə kimsə ekran görüntüsü eləmək istəyər. Bundan əlavə child və ox sözləri var. Uşaq və öküz sözü. Bunlar isə n şəkilçisinin köməyi ilə düzəlirlər. Child, uşaq deməkdir, uşaq. Bu ren şəkilçisinin köməyi ilə düzəlir. Children, uşaqlar. Sonra ox sözü, öküz sözü.
Ox öküz, oxen öküzlər. Oxen öküzlər. Bir də ki, onu qeyd edeyim ki, person şəxs deməkdir. People isə şəxslər deməkdir. Person şəxs adamlar, people isə person şəxs təkidir, yəni şəxs adam deməkdir. Bunun cəm forması isə people'dır. Adamlar, şəxslər. Şəxslər, adamlar deməkdir. Yəni burada da artıq görürsüz, sözlərin bir-birindən əlaqəsi yoxdur, amma biri təki, biri cəmidir şəxs sözünün. Elə sözlərdə var ki, dilimizdə oradakı s şəkilçisi var, sözün kökündə s şəkilçisi var. Amma bu s şəkilçisi sözün öz kökündədir, yəni cəm şəkilçisi deyil. Buna da misal göstərərək news sözünü misal göstərə bilərik, xəbər deməkdir. Yəni buradakı s ismin cəm şəkilçisi deyil, bu sözün öz kökündədir. İngilis dilində çox önəmlidir ki, bunu bilmək lazımdır ki, tək mübtəda tək xəbərlə işlənir. Cəm mübtəda isə cəm xəbərlə işlənir. Yəni bir-birindən uzlaşmalıdırlar. Əgər burada biz indi news'u götürək də, kitab sözünü götürək. Məsələn, a book is interesting. Görürsünüz burada. E-book təkdədir, ona görə xəbərimiz təkdə oldu. Yəni xəbər uzlaşması, mübtəda xəbər uzlaşması baş verdi. Amma mübtədamızı indi cəmdə eləyək. Books artıq görürük ki, cəmdədir. O zaman biz burada xəbərimizi cəmdə yazmalıyıq. Are interesting. Deməli, mübtədamız təkdədirsə, xəbərimiz təkdə olacaq. Mübtədamız cəmdədirsə, xəbərimiz cəmdə olmalıdır. Bəzi isimlər də var ki, onların təki də, cəmi də eynidir. Yazılışı da, deyilişi də eynidir. Sadəcə biz bunu nədən biləcəyik ki, bu təkdirmi, cəmdirmi? Onu artikellə bilirik. Yəni, bu sözlər 4 dənədir. Eşib, qoyun deməkdir. Şib qoyunlar deməkdir. Görürsünüz, burada nəyi bildirirdi? Təkliyi bildirirdi də. Deməli, varsa bir qoyundan söhbət gedir. Yox, qabağında artikel yoxdursa, deməli, orada çoxdur. Qoyunlar deməkdir. Deyə maral, deyə marallar deməkdir. Fiş balıq, fiş balıqlar deməkdir. Svine donuz, svine donuzlar deməkdir. Yəni burada görürsüz təki cəmi eynidir. Təkini cəmini müəyyən eləmək üçün qabağına baxırıq. Əgər artikel varsa qabağında, deməli o təkdir. Yox, artikel yoxdursa, deməli cəmdədir. Yəni bunlara belə cəm şəkilçisi artırmaq olmaz. Bu ismin cəmi hissəsi bu qədər idi. İkinci hissəsində də bunlar yer alırdı. Ümidvaram ki, dərs sizin üçün aydın oldu. Növbəti dərslərin izahını qaçırmamaq üçün zəhmət olmasa bəyənin, şərh yazın və kanala abunə deyilsinizsə abunə olun. Dediyim kimi, bayaq başda qeyd elədiyim kimi, əgər onlayn hazırlıqlara qoşulmaq istəyirsinizsə ətraflı məlumat üçün bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Hələlik.